Əmək alətləri necə yarandı? Qədim insanların yaşadığı mühit təhlükələrlə dolu idi. Yırtıcı heyvanlar, sərt iqlim şəraiti və qida tapmaq çətinliyi insanların həyatını daim risk altında saxlayırdı. İnsanlar bu çətinliklərin öhdəsindən gəlmək üçün müxtəlif vasitələrə ehtiyac duyurdular. Məhz bu ehtiyac əmək alətlərinin yaranmasına səbəb oldu. İnsanlar əvvəlcə özlərini qorumaq, sonra isə ov etmək və qida əldə etmək üçün sadə alətlər hazırlamağa başladılar. Bu alətlər əsasən daşdan, ağacdan və sümükdən düzəldilirdi. Daş dövrünün əmək alətləri. Azərbaycan ərazisində daş dövrü təxminən 1.500.000 il davam etmişdir. Bu dövrdə insanlar əmək alətlərini əsasən daşdan hazırlayırdılar. İlk əmək alətləri bunlar olmuşdu. Çobud daş çapacaqlar, qaşovlar, dayaqlar yerdə qazma üçün istifadə olunan çubuqlar. İnsanlar bu daşları əvvəlcə çay daşlarından seçir, sonra onları yonaraq daha yararlı hala salırdılar. Qazıntılar göstərir ki, qədim insanlar daş alətləri bəzən mağaradan kənarda düzəldib, sonra yaşayış yerlərinə gətirirdilər. Bu alətlərdən ov etmək, torpağı qazmaq, bitki köklərini çıxarmaq, heyvan dərisini soymaq üçün istifadə olunurdu. Zaman keçdikcə insanların təcrübəsi artdı və düşünmə qabiliyyəti inkişaf etdi. Odun əldə edilməsi və ocaqda yemək bişirilməsi yeni alətlərin yaranmasına səbəb oldu. İnsanlar heyvan dərisini sümükdən ayırmaq, ət parçalamaq, daha səliqəli ov alətləri hazırlamaq üçün iti daş alətlər düzəltdilər. Beləliklə, daş bıçaqlar, iti uclu qaşovlar, nizə ucluqları meydana gəldi. Qədim insanların ən böyük ixtiralarından biri ox və kaman olmuşdu. Ox və kaman ovçuluğu daha təhlükəsiz və səmərəli etdi. İnsanlar uzaq məsafədən ov edə bildikləri üçün yırtıcı heyvanlardan daha yaxşı qorunurdular. Bundan başqa, nizə, harpun, kaman kimi alətlərdən həm ovçuluqda, həm də balıqçılıqda istifadə olunurdu. Qobustan ərazisində aparılan tədqiqatlar göstərir ki, qədim balıqçılar tor, nizə və harpunlardan istifadə etmişlər. İqlim dəyişiklikləri və yeni alətlər. İqlimin soyuması və sərtləşməsi insanların geyimi olan ehtiyacını artırdı. İnsanlar heyvan dərisindən paltar hazırlamağa başladılar. Bu məqsədlə iynə, biz kimi alətlər yarandı. Əkinçilik və maldarlığın yaranması. Zamanla insanlar yalnız ovçuluqla kifayətlənmədilər. Əkinçilik və maldarlıq meydana gəldi. Bu isə yeni əmək alətlərinə ehtiyac yaratdı. Torpağı yumşaltmaq və məhsul yetişdirmək üçün toxaq kotan yaradıldı. İnsanlar məhsullarını saxlamaq üçün gildən qablar hazırlamağa başladılar. Bu işlə məşğul olan insanlar sənətkarlar adlanırdı. Tunç dövrü alətləri. Qədim insanların tanış olduğu ilk metal mis olmuşdu. Mis alətlər daş alətlərdən daha möhkəm idi. Lakin zamanla daha güclü alətə ehtiyac yarandı. İnsanlar misə başqa metalları qataraq tunc əldə etdilər. Tunc alətlər daha möhkəm, daha dözümlü, daha uzun ömürlü idi. Tunc alətlər əkinçiliyin və təsərrüfatın inkişafını sürətləndirdi. Dəmir dövrü və əmək alətləri. Dəmirin kəşfi əmək alətlərinin daha da təkmilləşməsinə səbəb oldu. Torpağı daha dərindən şumlamağa, ağır işləri yerinə yetirməyə imkan verdi. Dəmir alətlərin tətbiqi insanların əməyini yüngülləşdirdi və təsərrüfatın inkişafını sürətləndirdi.